Həndəsədən prizma və piramidalar bölməsinə aid maraqlı bir suala baxaq. Bu sual tipindən MHM Həndəsə Test Bankında silindr və konusda görmüşük, ancaq indi həmin sual tipini piramida üzərində təhlil edəcəyik. Sual belədir. Şəkildə bizə TABCD-yə düzgün 5 bucaqlı piramidası verilmişdir. MSTD bərabər 24 dərəcə, yəni STD müstəvi bucağı 24 dərəcədir. BT bərabər 6 sm. B nöqtəsindən hərəkətə başlayan, yan səthi boyunca hərəkət edib təkrar B nöqtəsinə qayıdan qarışqanın getdiyi ən qısa yolun uzunluğu neçə santimetrdir? Məsələni həll etmək üçün ilk olaraq biz piramidanın yan səthinin açılışını təsvir etməliyik. Aşağıda əvvəlcədən piramidanın yan səthinin açılış şəklini çəkmişəm və şəkildə verilənləri qeyd edək. Hər bir müstəvi bucağı düzgün piramida olduğu üçün 24 dərəcədir. Hər bir müstəvi bucağını qeyd etdikdə buradan alınır ki, BT digər B nöqtəsində B' deyək ki, fərqləndirə bilək. BT B' bərabərdir 5 vurulsun 24, yəni 120 dərəcə. BT və B' məsafələrinin hər biri 6 sm-dir. Düzgün piramida olduğu üçün bütün yan tillər bir-birinə bərabərdir. Burada qarışqanın getdiyi ən qısa yol əlbəttə ki, B və B' nöqtələrini birləşdirən düz xətt parçasının uzunluğu qədər olacaqdır. Həmin düz xətt parçasının uzunluğunu isə biz üçbucaq BT B'-dən kosinuslar teoreminin köməkliyi ilə hesablaya bilərik. Deməli, kosinuslar teoreminə görə x kvadrat bərabər 6-nın kvadratı üstəgəl 6-nın kvadratı çıxaq 2 vuraq 6 vuraq 6 kosinus 120 dərəcə. Çevirmə tətbiq etsək, kosinus 120-nin əvəzinə mənfi kosinus 60 dərəcə yazarıq. Buradan 36 üstəgəl 36 çıxılsın 2 vuraq 6 vur 6 müsbət olacaqdır. Üstəgəl deməli vurulsun 2-də 1. 2 ilə 2 ixtisar gedəndən sonra orada qalır 36 vuraq 3. Yəni 108 dərəcə. Buradan da x kvadrat bərabər 108, yəni x bərabərdir 6 kök altı 3. Cavabımız olacaqdır A variantı.